Məni izləyən hər kəsə Allahın salamı olsun. Bugün bəzi restoranlarda bəhbəhlə yediyiniz qurudulmuş pomidordan ədviyyatlı, ləzzətli bir qalyanaltılıq hazırlayacağam. Necə hazırlayıram bilmək istəyirsinizsə, videomu sona qədər izləyin. Əməyə hörmət olaraq bəyəni düyməsini basıb, öz gözəl yorumlarınızı bildirməyi də unutmayın. Keçək hazırlanma qaydasına. Bərk eyni boyda pomidorlar götürürəm. Axar suyun altında tərtəmiz yuyuram. Pomidorları əzməmək şərti ilə ikiyə bölürəm və baş hissələrini, yəni özəklərini kəsib çıxardıram. Meyvə qurudan aparatın sitkasının üzərinə əvvəlcə yağlı kağız sərirəm. Yağlı kağızı sərməyə də bilərik, ancaq təmizlik olsun, yəni sitkalar batmasın deyin, əvvəlcə yağlı kağız sərirəm. Doğradığım pomidorları yağlı kağızın, yəni sitkanın üzərinə düzürəm. Qurutduğum pomidorun daha ləzzətli, daha dadlı olması üçün ədviyyatlı duz hazırlayıram. Onun üçün bizə quru nanə, quru reyhan, lavrov list, bir də ki, qaya duzu lazım olacaqdır. Yəni, sizin hazırladığınız pomidorlar çoxdursa, bu ərzaqları, yəni bu ədviyyatların miqdarını artıra bilərsiniz. Blenderə tökürəm ədviyyatları duzla bərabər, üzərinə duz da əlavə edirəm, qaya duzu və bu şəkildə üyüdürəm. Artıq ədviyyatlı duzumuz hazırdır. Hazırladığım bu duzdan doğradığım pomidorların üzərinə səpirəm. Yəni, qurutduğum pomidorun daha ləzzətli, daha dadlı olması üçün belə bir duzlu ədviyyat hazırladım. Qurutma aparatının içərisinə hazırladığım pomidoru düzürəm. Əgər sizdə belə bir aparat yoxdursa, siz bunu sobanızda da, elektrik sobasında da hazırlaya bilərsiniz. Listi yerləşdirdikdən sonra qapağını örtürəm və qurudacağım sahadı qururam. Meyvə qurusu uzun sahada quruduğu üçün mən də aparatın üzərində 10 sahadı seçirəm. Mən əvvəlcə 10 saat qurmuşdum, lakin 18 saata bu aparatın içində pomidorlar qurudu. 18 saatdan sonra pomidorlara baxıram, artıq pomidorlarımız quruyub hazırdır. Qurudulmuş pomidorlar hazır olduğu üçün qalyanaltını hazırlaya bilərik. Əvvəlcə bizə belə gözəl şəkildə qurutduğumuz pomidor lazımdır. Daha ləzzətli, daha dadlı olması üçün qurudulmuş, yəni biberi də özüm qurutmuşam, eyni aparatda biber qurusu, qara dənə istiot, sarımsaq, zeytun yağı, yenə də içərisinə qoymaq üçün quru nanə, reyhan, bir də rozmarin, yəni biberiyə lazım olacaqdır. Bir də quru, təmiz, qurudulmuş banka. İstər hazırladığımız mürəbbələr, istər turşular olsun, ən birinci təmizliyə əməl etməliyik. Yenə də qeyd edirəm, pomidoru hazırlayacağım banka qupquru olmalıdır, yəni içərisində su qalmamalıdır. Əvvəlcə bankanın dibinə yuyub təmizlədiyim sarımsaqdan doğrayıram. Bir bankaya 3 diş ya 4 diş sarımsaq bəs edir. Sarımsağın üzərinə qurutduğum pomidordan yığıram. Azacıq pomidordan yığıram. Daha dadlı, daha ləzzətli olması üçün üzərinə qara dənə istiot tökürəm. Üzərinə bir ədəd də biberi, yəni qurutduğum acı biberdən doğrayıb tökürəm. Bu da rozmarindir, yəni biberiyədir. Biberiyənin də 3 balaca qanadını, onu da çox tökmürəm. 3 balaca qanad da ondan əlavə edirəm. Qurutduğum, özüm qurutmuşam, qurudulma qaydası da kanalımda var. Qurutduğum nanədən də, reyhandan da 1-2 qanad qoyuram. Yenidən üzərini
qurutduğum pomidorla doldururam. Pomidorla doldurduqdan sonra üzərinə zeytun yağı əlavə edirəm. Yəni üzərinə çıxan qədər zeytun yağla doldururam. Belə də etmək olar. Zeytun yağını odun üzərində qızdırıb, içərisinə sarımsağı, bibəriyəni, reyhanı, nanəsini, acı bibərini töküb, bir az isidib, dağ edib, yəni qaynadıb, pomidorun üzərinə əlavə edə bilərsiniz. Lakin mən belə üsulu daha çox bəyəndiyim üçün sadəcə yağı qızartmadan belə əlavə etdim. Artıq pomidorumuz qalyanaltılıq, yəni səhər yeməklərində qalyanaltıda yeyə biləcəyiniz ləzzətli pomidorumuz hazırdır. Yenə də eyni qaydada qalan bankaları da, yəni pomidorları da eyni qaydada hazırlayıb götürürəm. Sonda çox gözəl, çox ləzzətli zeytun yağında pomidorumuz, ədviyyatlı pomidorlarımız hazır oldu. Sizlər də videomu sona qədər izləsəniz, məndən də daha gözəl belə pomidorlar hazırlaya biləcəksiniz. Hazırlayan hər kəsə nuş olsun.